Salam, dəyərli atəşkar agentləri. Hər birinizi xoş gördük. Bugün biz sizin üçün ən vacib alətlərdən biri olan fərdi qəza sığortasını, necə deyərlər, A-dan Z-yə qədər öyrənəcəyik. Bu təlimatdan sonra siz bu məhsulu sadəcə satmayacaqsınız, onu həqiqətən də dərindən anlayacaqsınız. Gəlin heç vaxt itirmədən birbaşa mətləbə keçək və elə bir sualla başlayaq ki, bu satdığımız məhsulun ürəyidir. Onun tam mahiyyətidir. Təsəvvür edin, müştərinizin gözünün içinə baxıb soruşursunuz. Əgər sabah hər hansı bir səbəbdən işə çıxa bilməsəniz, ailənizin gəliri haradan gələcək? Baxın, bu sual var ha, bu sadəcə bir sual deyil. Bu, bütün qapıları açan bir açardır. Müştərini düşündürən, onu reallıqla üz-üzə qoyan bir məqamdır. Yaxşı, bəs bugün nələrdən danışacağıq? Proqramımız çox aydındır. Əvvəlcə məhsulun mahiyyətini və gücünü anlayacağıq. Sonra isə müştərilərimiz kimlərdir və onların əsas narahatlıqları nədir ona baxacağıq. Nələri təmin edirik, satış prosesini addım-addım necə qurmalıyıq, etirazlarla necə başa çıxmalıyıq və ən sonda hər bir agentin cibində gəzdirməli olduğu qızıl qayda. Qısacası, tam bir yol xəritəsi. Yaxşı, hazırsınızsa başlayaq birinci bölməmizdən, məhsulun mahiyyəti və gücü. Yəni, gəlin bir suala cavab axtaraq. Biz əslində nə satırıq? Bir sığorta şəhadətnaməsi? Yox. Gəlin daha dərindən baxaq. Deməli, fərdi qəza sığortası nədir? Ən bəsit dildə desək, bu bir maliyyə təhlükəsizlik kəməridir. Bədbəxt hadisə baş verəndə və müştəri işləyə bilməyəndə məhz bu sığorta işə düşür və onun gəlirini qoruyur. Ailəsinin büdcəsindəki boşluğu doldurur. Yəni biz kağız satmırıq dostlar, biz insanlara gələcəyə qarşı bir rahatlıq, bir arxayınlıq hissi satırıq. Bəs niyə bu məhsul sizin üçün, bir agent üçün belə güclü bir alətdir? 4 əsas səbəb var. Birincisi, çox ucuzdur. Həqiqətən də hər kəsin cibinə uyğundur. İkincisi, istisnasız hamıya lazımdır. Sürücüdən tutmuş ofis işçisinə qədər. Üçüncüsü, bu məhsul emosionaldır. Yəni, siz insanların məntiqinə yox, birbaşa ürəyinə, ailəsini qorumaq istəyinə xitab edirsiniz. Və dördüncüsü, bu cross satış üçün, yəni başqa məhsulları da bunun yanında satmaq üçün super bir başlanğıcdır. İndi ki, məhsulun nə olduğunu anladıq, gəlin görək, bəs bizim müştərilərimiz kimlərdir? Bu məhsula ən çox kimin ehtiyacı var? Çünki unutmayın, əgər müştərinin dərdini, qayğısını bilmirsənsə, ona heç bir dərman təklif edə bilməzsən. Baxın, bizim hədəf kütləmiz əslində çox genişdir. Əlbəttə, ilk ağla gələnlər yüksək risk qrupunda olanlardır. Sürücülər, kuryerlər, ümumiyyətlə fiziki işlə məşğul olan hər kəs. Amma dayanın. Elə bilməyin ki, ofis işçisinə bu lazım deyil. Axı qəza təkcə işdə baş vermir və bir də çox vacib bir qrup var, kredit götürənlər. Onlar üçün bu sığorta borclarının ailənin çiyninə yüklənməməsi üçün bir qarantiyadır. Korporativ tərəfdə isə bu şirkətlər üçün işçilərinə verə biləcəkləri əla bir sosial paketdir. Bax, bu fərqli insanları, sürücünü, ofis işçisini, kuryeri, hamısını birləşdirən bir şey var. Dərin bir qorxu. Və bu qorxunu bir cümlə ilə ifadə etmək olar. Bir qəza bərabərdir, ömür boyu gəlirsizlik. Bu cümlənin ağırlığına bir baxın. Bircə anlıq səhv bütün həyatı, bütün ailənin gələcəyini alt-üst edə bilər. Bax, biz məhz bu qorxunun qarşısına bir həll yolu qoyuruq. Yaxşı, emosiyalardan, qorxulardan danışdıq. İndi biraz da texniki tərəfə keçək. Çünki peşəkar bir məsləhətçi olmaq üçün nəyi təmin etdiyimizi və daha da vacibi, nəyi təmin etmədiyimizi dəqiq bilməliyik. Bu bizim müştəriyə verdiyimiz sözün, etibarımızın təməlidir. Deməli, bizim sığorta şəhadətnaməmiz qaydalarımıza əsasən 3 əsas riski əhatə edir. Çox sadədir, yadda saxlayın. Birincisi, bədbəxt hadisə nəticəsində ölüm. İkincisi, Allah uzaq eləsin, daimi əmək qabiliyyətinin itirilməsi, yəni əlillik. Və üçüncüsü, müvəqqəti əmək qabiliyyətinin itirilməsi, yəni bir müddət işləyə bilməmək. Bu 3 sütun bizim müştəriyə təqdim etdiyimiz qorumanın əsasıdır. Baxın dostlar, təminatları bilmək yaxşıdır, amma istisnaları bilmək daha da vacibdir. Niyə? Çünki biz müştəri ilə tam şəffaf olmalıyıq. Gələcəkdə heç bir "amma mən belə bilmirdim" söhbəti olmamalıdır. Bizim işimiz etibar üzərində qurulub. İndi gəlin bir neçə vacib istisnaya baxaq. Məsələn, alkoqol və ya narkotik maddələrin təsiri altında baş verən qəzalar təbii ki, təminatda deyil. Və ya cinayət törədərkən alınan xəsarətlər. Amma ən vacib bir fərq var. Bunu mütləq müştəriyə izah etməlisiniz. Biz qəzanı sığortalayırıq,
Xəstəliyi yox. Nə deməkdir bu? Gəlin sadə bir misal çəkim. Adam pilləkəndən yıxıldı, ayağı sındı. Bu qəzadır, ödəniş var. Amma eyni adam evdə oturarkən infarkt keçirdi. Bu, daxili bir səbəbdir, xəstəlikdir və bu məhsulun əhatə dairəsinə daxil deyil. Bu incə, amma çox vacib bir fərqdir. Yaxşı, texniki məsələləri aydınlaşdırdıq. İndi isə keçirik ən maraqlı yerə. Təlimimizin praktiki hissəsinə, satış prosesi. Yəni, bütün bu bildiklərimizi necə uğurlu bir nəticəyə çevirə bilərik? Gəlin sizin üçün hazırladığımız oyun planına baxaq. Baxın, bu bizim qızıl satış formulumuzdur. 5 sadə, amma çox güclü addım. 1. Düzgün sualla başlayırsan. 2. Riski müştərinin gözü önünə gətirirsən. 3. O riskin yaratdığı qorxunu, o emosiyanı hiss etdirirsən. 4. Və məhz bu anda öz həllini, yəni bizim məhsulu təqdim edirsən. Və 5. Söhbəti məntiqli şəkildə bağlayırsan. Bu ardıcıllığı pozmayın, inanın mənə, möcüzələr yaradır. Gəldik qiymət məsələsinə. Burada çox vacib bir psixoloji məqam var. Müştəriyə heç vaxt illik qiyməti deməyin. Bu, böyük səhvdir. Bunun əvəzinə qiyməti günə bölün. Məsələn, deyin ki, bütün bu təminatlar sizə gündə cəmi bir stəkan çayın puluna, məsələn, 30 qəpiyə başa gəlir. O an müştərinin beynindəki bahadır bariyeri dərhal dağılır. Bu kiçik fənd, amma nəticəsi böyükdür. Söhbəti yekunlaşdıranda isə heç vaxt soruşmayın ki, alırsınız ya yox. Bu qapını bağlamaq deməkdir. Əvəzində seçimi müştəriyə verin, amma doğru seçimi. Soruşun, yaxşı, siz hansı səviyyədə qorunmaq istərdiniz? Standart paketlə, yoxsa maksimum qorunma ilə? Baxın, bu sual artıq almaq faktını qəbul edir, sadəcə detalları müzakirə edir. Əlbəttə ki, satış dünyası həmişə güllük, gülistanlıq deyil. Müştərilərin etirazları olacaq və bu normaldır. Bizim işimiz isə o etirazlara hazır olmaq və yox cavabını həyə çevirmək üçün doğru argumentlərə sahib olmaqdır. Gəlin ən populyar etirazlara baxaq. Deməli, müştəri deyir ki, bahadır. Bu, ən klassik etirazdır. Cavabımız nə olmalıdır? Sakitcə, amma inamla deyirik. Düz deyirsiniz, xərcdir. Amma gəlin düşünək, ömür boyu gəlirsiz qalmaq, bu daha baha deyil. Bax, bu sual tərəzinin gözlərini bir anda dəyişir. Kiçik bir ödəniş, böyük bir fəlakətə qarşı. İkinci populyar etiraz, mənə lazım deyil, mənim başıma heç nə gəlməz. Belə vəziyyətdə biraz yumorla, amma çox ciddi bir məqamı vurğulayan bir sual verə bilərsiniz. Bağışlayın, bəlkə sizin əlinizdə başınıza heç bir qəza gəlməyəcəyinə dair bir zəmanət talonu var. Əgər varsa, mənə də deyin, hardan almısınız? Bu sual müştərini reallığa qaytarır. Heç kimin heç bir zəmanəti yoxdur. Və beləliklə gəldik təlimimizin son, amma bəlkə də ən vacib hissəsinə. Agentin qızıl qaydası. Bu texnika deyil, bu bir fəlsəfədir. Sizin bu işə baxışınızı kökündən dəyişəcək bir prinsipdir. Və bu qayda çox bəsitdir. Unudun ki, siz satıcısınız. Siz satıcı deyilsiniz. Siz köməkçisiniz. Sizin missiyanız məhsul satmaq deyil, insanlara kömək etməkdir. Onların ən böyük qorxularının qarşısına bir güvəncə divarı hörməkdir. Bu düşüncə ilə müştərinin yanına gedəndə, inanın, bütün söhbətin aurası dəyişir. Sözlərimin boş olmadığını sübut etmək üçün sizə real bir hekayə danışım. Bizim bir kuryer müştərimiz var idi. Bir gün bədbəxt hadisə baş verdi. 3 il, təsəvvür edirsiniz, tam 3 il işləyə bilmədi. Bəs o 3 ildə onun ailəsi necə dolandı? Məhz vaxtilə bir agentin ona satdığı o lazımsız kağız parçası, o fərdi qəza sığortası sayəsində. O sığorta onun ailəsinin gəlirini qorudu. Bax, sizin işiniz budur. Sizin bir imzanız belə həyatları xilas edə bilər. Yadda saxlayın, qəza qapını döymür, xəbərdarlıq etmir. O sadəcə baş verir. Sizin vəzifəniz isə qapı döyüləndə müştərinizin tək olmadığını təmin etməkdir. Onun ailəsinin ümid işığının sönməsinə imkan verməməkdir. Siz sadəcə agent deyilsiniz. Siz ümid işığı paylayanlarsınız. İndi gedin və bu güclü alətlə ailələri qoruyun. Hər birinizə uğurlar.